Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə essay writing-dən bağlı bəzi praktikalarımız olacaq. Əsas nüansları sizinlə qeyd edəcəm. Həmçinin də biz 11-ci siniflər üçün buraxılış tipdə essay yazmışdıq. 9-lar üçün yazmamışdıq deyə. Həmçinin də imtahan ərəfəsi olduğu üçün istədim ki, imtahana yaxın biz bir nümunə yazaq, nələrə fikir verməliyik, ona baxaq. Və sizdən xahişim, bu essaya keçid eləməzdən əvvəl mən Eliyenin kanalında da həmçinin essay writing-ilə bağlı videolarım var. Onlara da baxmağınız tövsiyə olunur. Desəniz niyə? Çünki mən uzun formada linking verselər haqqında uzun-uzun məlumatlar yazmışam və eyni şeyləri təkrarlamağa həqiqətən də çox xoşlamadığıma görə ona bir keçid edərsiniz. Tam əsas, yəni 9-cu siniflərin essayisində nələr əsasdır, onlardan bir dənə danışacağam. Püf nöqtələri nələrdir? Gəlin ondan danışaq. Deməli, birinci olaraq essayimizdə bizim üçün linking verselər, yəni cümlələrin bir-birindən bağlılığı, ardıcıllığı çox önəmlidir. Və biz 3 şəkli olduğu kimi, yəni eyni formatda təsvir eləməliyik. Yəni sən 2 dənə şəkli qəşəng formada təsvir elədin, 3-cü haqqında az məlumat verdinsə, 5 bal alma ehtimalın ümumiyyətlə olmayacaqdır. Ona görə xüsusilə linking verselərə diqqət edirsiniz, zaman uzlaşmasına diqqət edirsiniz, orada da demişdim, mübtəda xəbər uzlaşmasına diqqət edirsiniz və əksər şagirdlərdə nə var? Mübtəda yazır, xəbəri yazmağı unudur. Ən böyük səhvlərdən biri. Yəni o səhvə görə siz balınızı itirə bilərsiniz. Yəni bəzi səhvlər var ki, bir səhv olsa belə bağışlanmaz səhv olur və o da sizin balınıza təsir edir. Buna da xüsusi diqqət edirik. Gəlin indi sizə essaydən nələrə fikir verməliyik, onlara baxaq. Çox görürük şagirdlərimiz end sözünü yazır. Əslində end bağlayıcısına görə bal kəsilməz. Yəni inanmıram kəsilsin. Amma hər yerdə də yazmanız hər dəfə tövsiyə olunmur. Bir dəfə end yazırsansa digərində bir cümləni bitir, additional yaz və yaxud da in addition yaz arada, vergüllə ayır. Ya da as well as yaz, həmçinin mənasında sinonimdən istifadə edə bilərsən. Və biz 9-cu siniflər ümumiyyətlə essay yazırıqsa, səbəb bildirən, nəticə bildirən bağlayıcılardan istifadə eləməlisən. Plus burada lakin mənasında çox şagirdlər istifadə edir. Lakin mənasında mən hansı bağlayıcılar yaza bilərəm? Gəlin ona baxaq. Və however, though, even though, also kimi bağlayıcılardan yaza bilərəm. Bunlar cümlənin ortasında işlənərmi? Həm ortasında işlənər, həm əvvəlində işlənər. Amma but cümlənin yalnızca ortasında işlənər. Buna xüsusi diqqət. Və yenə də deyirəm, butdan ehtiyatlı olun. Çünki butdan əvvəlki cümlədə, yəni butdan əvvəl sən mütləq şəkildə virgülü qoymalısan. Qoymasan bu punctuation səhv olacaq və sizin balınızdan kəsəcəklər. Buna da xüsusi diqqət edirsiniz. Keçid sözlərindən nələr var nümunədə yazmışam? Bax, birinci essedə başladınız. İlk olaraq birinci mənasında. In my opinion falan opinion essaylərdə daha yaxşıdır. Siz yaxşı olar ki, one day, once upon a time və yaxud da first, at first of all, firstly, at first-dən cümlənizi başlaya bilərsiniz. Misal üçün nümunə yazmışam. Aylin qapının qarşısında dayandı və dərin nəfəs aldı. First, Aylin stopped in front of the door and took a deep breath şəklində cümləmizi yaza bilərik. Cümlə nə olmalıdır? Qısa, lakonik olmamalıdır. Biraz cümlə strukturlarını genişləndirməyimiz lazımdır. Mürəkkəb cümlə strukturlarından, təyini əvəzliklərdən, yəni relative pronounlardan istifadəmiz mütləqdir. Buna da diqqət edirsiniz. Növbəti isə secondly yaza bilərsən, thirdly yaza bilərsən, sonra mənasında then, after that, afterwards yaza bilərsən. Yaxşı. Misal üçün nümunə kimi yazmışam ki, then she found the keys and opened the door. Yəni sonra nə oldu? O açarı tapdı və nə etdi? Nəticə olaraq qapını açdı mənasında işlədə bilərsən. Növbəti hissəyə baxırıq. Biz bunu birinci müzakirə edirik, sonra testdə də testin nəymiş, praktikada edəcəyi şəkilə baxarıq. İndi bu ən əsas, ən püf nöqtəsidir ki, essayini çox qəşəng formada gəlirsiniz. Axırda fikrinizi tamamlayacaq linking verselərdən istifadə eləmirsiniz. Bu da sizin üçün çox böyük bir minusdur uşaqlar. Yaxşı, diqqət edirsiniz nəyə? Mən oxuyuram, yoxlayıram sənin essayini. Mən finally, to sum up, in conclusion kimi sözlər görmədimsə, sənə tam bal verməyəcəm. Çünki axı mən bilmirəm sənin essayin sonlanır, sonlanmır. Sən oxucuya o, yəni belə deyim də, mesajları verməlisən. Sən first işlədib bilməlisən ki, essayin başladı. Ortalarda then, after kimi sözlərdən istifadə elədin, bilirsən ki, ardıcıllıqla hərəkətləri ifadə edirsən. Və sonda da yekunlaşdırıcı linking verseləri əzbərləmək lazımdır. Demirəm, burada olan bütün sözlərin hamısını bir dənə cümləyə töküşdürün. Elə şey yoxdur.
Bir dənə finalını yaza bilərsən, in the end yaza bilərsən, lastly, to sum up, overall, all in all. Çox qəşəng sözdür all in all. Ən sevdiyim sözlərdən də biridir. In a word və yaxud da in conclusion kimi linking verse-lərdən istifadə edə bilərsən. Yaxşı. Sonra başqa nədən istifadə edə bilərik? Əlavə linking verse-lərdən. Misal üçün, xoşbəxtlikdən mənasında luckily, fortunately, antonim olaraq bədbəxtlikdən, yəni çox pis bir hal olanda yaza bilərsiniz. Unluckily, unfortunately sözlərindən istifadə edə bilərsiniz. Sonra belə ki mənasında so, bağlayıcısı istifadə oluna bilər. Qəflətən mənasında sən suddenly-dən istifadə edə bilərsən. Bunlara xüsusi diqqət edirsiniz və çalışın ki, esselərinizdə, bundan sonraki esselərinizdə bunu tətbiq eləməyə çalışın. Yaxşı, görsəm ki, buna olan, belə deyim də, bu tipdə izahlara olan tələbat çoxdur. Çalışacağım gələn səfər short tekstlər haqqında da video çəkim, sonra bir dəfə dinləmə, sonra mətn haqqında sizin üçün videolar çəkim. Amma çox görürəm mesajlarda, müəllimə dinləmənin taktikaları gəlsin. Dinləmə nədir? Sadəcə bu qulağınızı öyrəşdirin dinləməyə. Qulağınız hər cür aksenti öyrəşməlidir. Xüsusilə də 9-ların dinləməsi o qədər rahat düşür ki, həqiqətən də bəzən elə dinləmə olur ki, heç dinləməyə qulaq asmasan belə tapırsan. Yəni günahdır dinləmədən səhv eləmək. Mətn də 9-lar üçün əslində short text daha çətindir, nəinki mətn. Çalışaram ki, onunla da bağlı mən qısa müddətdə sizlər üçün video paylaşım. İndi sizə nə göstərəcəm? Bu OTK imtahanına düşmüş bir, belə deyim, mətn olmalı idi. Esse tapşırığı olmalı idi, sorry. Baxırsınız ki, burada nə olub? Ana ilə bala gəlir üzgüçülüyə, sonra bunlar qeydiyyatdan keçirlər və çox qəşəng şəkildə üzür. Və mən bununla bağlı esse yazmalıyam. Yəni, belə deyim, bizim ümumiyyətlə indi 10-cu siniflərimiz üçün də vəziyyət ağırdır. Gələn ilin 11-lərində hətta 100 sözdən ibarət bir esse olacaq. Mən biraz onu nəzərə alaraqdan biraz essenin həcmini böyütmüşəm. Amma siz biraz daha qısa versiyada yaza bilərsiniz. Yəni, tərcüməsi ilə sizə cümlələri burada bir-bir yazaraq izah edəcəm. Nəyi demək istəyirəm? Yəni, öz dilimizdə şagirdlərin əksəriyyəti, 95% şagirdimizdə yaradıcılıq qabiliyyəti yoxdur. Yəni, imagination yoxdur, kreativ fikirlər olmalıdır, yalandan, necə deyim, o mədəniyyətsiz deyəcəm, basıb bağlamaq məsələsi var ya, baxın, o olmalıdır. Siz yalandan bir şeyləri təsvir eləməyi bacarmalısınız, xəyal qurmalısınız. Yaxşı? Yəni, bunu siz 3 dənə cümlə dedim, hə? Bu 3 cümlədən ibarətsən, axı 35 dənə sözdən ibarət cümlə yaratmışsan, onda artıq biraz cümlələri uzatmağa çalışın. Da eyni cümləni sağ-sol eləməyin, yəni, çalışın ki, genişləndirin də cümlələri. Biraz əlavə, əlaqəli cümlələr qurmağa çalışın. İndi baxaq, onlar necə ola bilər? Diqqətlə şəklimizə baxdıq. İndi baxdıqsa, mən keçid edəcəm sizin üçün esseni yazmağa. Nələr yazıla bilər? Birinci tərcüməni deyirəm, sonra təbii ki, keçəcəm nəyə? İngilis dilində yazmağa. Deməli, başladıq. Mən misal üçün birinci nəyə deyə bilərəm uşaqlar? Birinci, misal üçün, şəkildə gördükdə uşağın anası inandı və neyniyir? Üzgüçülüyə gedir, düzdür? Misal üçün, mən deyə bilərəm ki, bir gün ana oğlunu neynədi? Üzgüçülük hovuzuna apardı. Sən bir gündən başla cümləni. Bir gün necə başlayacaqsan? Deyəcəksən ki, one day, yazaq essay practice. Let's essay practice də ola bilərdi, neysə. Yazıram ki, one day, a mother, bax, apardı deyirəm. İndiki zamanda yazma. Mother took, oğlunu apardı. Bax, ən çox edilən səhvlərdən biri. Took son deyəcəksiniz. Niyə? Siz dünyanın bütün oğlanlarını aparmırsınız ki, ana öz oğlunu aparır. Özünküləşdirməlidir. Took yazacaqsan nə? Her son, her son. Ondan sonra dedim, hara aparır? Üzgüçülüyə aparır, düzdür? Son to a swimming pool. Mən biraz geniş yazıram ki, siz rahat görəsiniz. Ona görə həzmi gözünüzə böyük görünə bilər. İkinci cümlə nə ola bilər? Oğlan digər uşaqların inamla üzdüyünü gördü və özü də öyrənmək istədi. Həqiqətən də orada şəkildə gördüyünüz kimi digər uşaqlar da var. Düzdür? Oğlan digər uşaqların öz güvəninə üzdüyünü gördü. Biz cümlə strukturunu bilmiriksə, o haqda da izahım var. Svop'un nə olduğunu izah eləmişəm. Cümlə necə qurulmalıdır, esse necə yazılmalıdır. Onlarla bağlı bütün izahlarım Meylerin kanalında var. Sadəcə adımı yazıb essay writing ilə bağlı belə başlıq yazsaz, o izahların üçünü də görəcəksiniz. Yaxşı, onlara da baxın, ondan sonra bu izaha mütləq şəkildə
baxmağınız lazımdır. Hə, deməli gördü digər uşaqların üzməyini. Deyəcəksən ki, həmin oğlan artıq Z-yə keçəcəksən. The boy saw digər uşaqların üzməyini gördü. Düzdür? Digər nə olacaq burada? Other uşaqlar, children. Üzməyinə swimming sözünün sinonimi yoxdur deyə təkrar yaza bilərəm. Swimming, bax, nə deyirəm? Özgüvənlə. Yaxşı olar ki, bax, zərf yazasan. Onun yazsan, müəllim də yoxlaya biləcək ki, sən zərfin nə olduğunu bilirsən. Necə bilirsən? Confident, özgüvənli. Özgüvənli formada zərf kimi desən, confidently deyəcəksən. Bunu istifadə etsən, müəllim də biləcək ki, sən zərfin nə olduğunu və cümlədə harda işləndiyini bilirsən. Confidently onların özgüvənli üzdüyünü gördü və həqiqətən də nə istirdi? O da öyrənmək istəyirdi. And really öyrənmək istəyirdi. Wanted. İki feil yan-yana işlənirsə, nə olacaq uşaqlar? To sözünüzü olacaq. Wanted to learn yazıb cümləni tamamlayacaqsan. Yaxşı. Növbəti hissəyə baxıram. Sonra neynədi onlar? Onlar neynədi? Üzgüçülük dərslərinə qeydiyyatdan keçdi və təlimçi əsas qayda və texnikaları kimə öyrətdi? Yəni bu oğlana öyrətdi. Yaxşı. İndi onlar qeydiyyatdan keçdi. Sən qeydiyyatdan keçdi sözünü artıq bilməlisən. Bunu bilməsən artıq əmin ol ki 5 bal almayacaqsan. Yəni tam bal almayacaqsan. Sonra onlar neynədi? They registered. Onlar qeydiyyatdan keçdilər. Him for nə üçün? Üzgüçülük dərslərinə görə. Swimming classes. And then müəllim ona nə öyrətdi? Əsas qayda və texnikaları. İndi burada teacher də yaza bilərsiniz. Amma teacher belə deyim də, əsas öyrədən insana deyilir. Məndən olsa teacher yerinə mən coach yazaram, trainer yazaram. Yaxşı. And then the coach ona öyrətdi. Öyrətdi nədir? Taught yaza bilərsiniz. İzah elədi mənasını explained də yaza bilərsiniz. Explained him. Əsas qayda nədir? Əsas mənasında. Basic. Basic-dən sonra nə deyə bilərəm? Qaydalar. Rules and techniques. Həmçinin hansısa sözünün yazılışını bilmirsiniz ya da çaşırsınız. Onu imtahandan qabaq qısa müddətdə, yəni qalmış imtahanı. O sözlərin yazılışını praktik eləyin. Yəni gələcək eyni səhvi imtahanda da eləyəcəksiniz. Ona görə yadınızdan çıxmasın. Sonra nə deyirəm? Belə deyim. İlk başda deyir ki, o həyəcanlı hiss elədi özünü, davam olaraq deyirəm. Və deyir, sudan biraz qorxurdu. Görün cümlə nə uzun oldu. Əvvəlcə deyir, nə idi? O həyəcanlı idi və sudan biraz qorxurdu, amma təslim olmadı. Görün nə qəşəng cümlədir. İndi gəlin biz bunu tətbiq edək. Əvvəlcə desəm necə deyərəm? Deyəcəm at first. At first nə oldu? Əvvəlcə. Sonra neynədi? O həyəcanlı idi. He got nervous. Nervous əsəbi deyil, həyəcanlıdır. He got nervous. Sonra neynədi deyir? Biraz qorxdu sudan. Sudan biraz qorxubsa, deyə bilərsən ki, and a bit, biraz mənasında a bit daha yaxşı olar. Afraid of water. Afraid of water-nı yazdınız. Sonra nə deyə bilərəm? Amma deyir ki, o pes etmədi. Yəni, əl çəkmədi. But, vergülü qoymalısan, sonra batı yazmalısan. But he didn't give up. Didn't give up yazan o qədər şagird olur. Avala, bu did sənə deyirdi, onsuz mən keçmişəm. Yaxşı. He didn't give up şəklində yaza bilərsiniz. Sonra, o deyir ki, müntəzəm olaraq praktika elədi və belə deyim, təlimçisinin, yəni trainerin dediklərinə qulaq asdı. Bu formada yazsam, yazacağım ki, he practiced regularly. Yenə deyirəm, zərf yazacaqsan. Çünki practice-ə aiddir. As well as
Qulaq asdı nəyə? Trainerin dediklərinə. Listened, diqqətlə, carefully, bax sonra to-nu unutma. Carefully to, trainer'a, his coach deməlisən. To coach yox, to his coach. Onun çünki müəllimidir. Yaxşı, təlimçisidir. Sonra növbəti nə yaza bilərəm? Yəni bu qədər geniş yazmayın, düzdür. Yazsaz lap əla, çünki tamamilə tam bal alma şansınız daha çoxdur. Sadəcə çox esse yazmaq, indi sizdə 35 düzdür də. Çox esse yazmaq o deməkdir ki, sən daha çox səhv eləməyə zəmin yaradırsan. Amma özünə güvənin varsa və praktika çox önəmsənsə, təbii ki, fikirlərini geniş şəkildə bildirib yaza bilərsən. Yəni mənim şagirdlərim var, uzun, yəni bir A4-dən çox maşallah yazırlar. Və öz fikirləri həqiqətən də genişdir, dünya görüşü genişdir, ona görə də yazır. Deyirəm sənə afərin, yəni halal olsun. Elə şagirdlər həmçinin düzdür, deyirik pisdir, həqiqətən, yəni məktəbdə aşılanmır deyə, tətbiq olunmur deyə deyirik, esse yazmaq şagirdlər üçün çətindir, pisdir. İnşallah ki, IELTS-ə hazırlaşanda bu essay writing-i yaxşı olan şagirdlər biz müəllimlərin canına dua eləyəcək. Demək olar ki, eyni tipdə olan strukturlarda biraz daha 9-lar üçün daha yumşadılmış forması. Sonra, bundan sonra çox qəşəng cümlə gəldi uşaqlar. Son 2 cümlə qaldı. Deyirsən ki, o, deməli, günbəgün daha inamlı oldu. O günbəgün daha inamlı oldu. Gör nə qəşəng sözdür. Onda yazacaqsan day by day, günbəgün. Aha. O daha inamlı oldu. He became more confident. Daha inamlı oldu. Yaxşı olsun. Ondan sonra ağlıma nə gələ bilər? Məsəl üçün, mən elə bir cümlə qurmalıyam ki, essenin sonlandığını müəllim bilməlidir, oxuyan bilməlidir. Onda deməli, nə etməliyik? Dediyim şeyi tətbiq edək. Cümlənin sonunda işlənə bilən linking verbslərdən istifadə edək. Məsəl üçün, deyə bilərəm ki, sonda o tək başına üzməyi öyrəndi və neynədi? Öz uğurları ilə, yəni uğuru ilə fəxr etdi. Ən sonda deyə bilərsən ona artıq in the end, all in all da deyə bilərsən. In the end, he, sonra cümləm necə idi? O özü üzməyi öyrəndi. He learned to swim. Bax, özü mənasını himselfdə deyə bilərsən, amma himselfdən daha gözəl sözümüz var. Onu mən öz dərsində şagirdlərə həmişə demişəm pronounda. On his own deyəcəksən. Məsələn, on my own nədir? Mənim özüm. On his own nədir? Onun özü. He learned to swim on his own. Və nə oldu? Özü ilə fəxr etdi, düzdür? And məsəl üçün, burada he-ni yaza bilərsən. Amma he-ni yazmasan daha yaxşı. Yəni, mübtədaları təkrarlamağa çox üstünlük verməyin. Bir dənə mübtədan varsa və and varsa, artıq eyni mübtədanı əvəz edir də. And felt, proud yaza bilərsən. Yəni, özü ilə qürur duyur, düzdür? Felt proud of, uğuru ilə, belə deyim, qürur duyur. His success şəklində yazıb, neynəyəcəksən? Cümləni sonlandıra bilərsən. Bu tipdə istəsəz genişləndirin bunu. Yox, biraz daha, yəni, düzdür, gözümüzə böyük görünür. Amma özüm belə deyim də, sağ-sol tərəflər yaxşı düşsün deyə ortalarda yazdım. Amma ki, inanıram ki, faydalı oldu bizim üçün. Çalışın ki, bu tipdə, belə deyim, linking verbslərdən istifadə edin. Görün, nə qədər linking verbsdən istifadə eləmişəm. Sizlərə də göstərim. Bax, indi endi yazmışam, day by day yazmışam, əlaqəli sözlər. Sonra and-i yazıb bağlamışam cümlələri bir-birinə. Qısa cümlələr yazmağa üstünlük verməmişəm. But-ı yazmışam. Bax, at first-ü yazmışam. Sonra baxırsınız nəyə? One day yazmışam. Ona diqqət edin. Sonra məncə bitdi. Sonra then yazmışam. Görürsünüz? Yəni, görün nə qədər linking verbs yazmışam. Şagird 1-2 dənə linking verbs yazar, ki, ay mən onu yazmışam da. Axı, cümlələr arasında əlaqə olması üçün sən onu daha çox istifadə eləməlisən. Daha geniş cümləni yazmalısan. Yəni, 3-4 sözdən ibarət cümlə bir dənə yazarsan, 2 dənə yazarsan. Bu çox olduqca sən biraz da balığı nə edirsən? Əziz şagird, salırsan aşağıya. Bunlara diqqət edirik uşaqlar. Mütləq şəkildə esse praktikasını çoxlu artırın. Hamınızın müəllimi ola bilmirəm. Çox təəssüf ki, kaş olaydım.
müəlliminizdən tələb eləyin ki, sizə esse yazmağı öyrətsin. Tətbiqini xüsusilə sizə öyrətsin, yoxlasın, praktik eləyin. Nə qədər bilsəz də, məsəl üçün bu sözləri bayaq şagirdlərimlə eləmişdim bunu praktika. Deyirəm mən heç bir söz burada çətin deyil, amma biz bunları özümüz qura bilmirik. Çünki yazmırsınız. Çünki bu əl öyrəşməyib, bu beyin düşünməyə öyrəşməyib. Yaxşı? Ona görə özünüzü məcbur eləyin ki, yəni qısa cümlələrdən də olsa həmişə şagirdlərə deyirəm, mükəmməliyyətçi olmursunuz. Onu da həmişə demişəm, yaxşı, belə deyim, ən yaxşı yaxşının düşmənidir. Ona görə çalışın ki, ən azından qısa-qısa cümlələr yazaraqdan davam edin. Sonra yavaş-yavaş inanın ki, özünüz də özünüzdəki irəliləyişdən, yəni şoka düşəcəksiniz ki, mən bunu necə bacardım. Əslində qalanda strukturu bilsəz, esse qrammatikadan daha rahatdır. Sadəcə bu da belə deyim, essenin özü də qrammatika ilə bağlıdır, düzdür. Sən qrammatik qaydaları, zamanları, ümumiyyətlə sözünün harda işləndiyini bilməsən, təbii ki, və yaxud da punctuation deyirlər də, vergüllərin yerini dəqiq şəkildə bilməsən, bu da sənin balını azaldacaq. Yəni ingilis dili elə bir fəndir ki, həqiqətən də sən bütün bacarıqlarını eyni formada inkişaf elətdirməlisən. Hansında ki, biraz axsaqlığınız oldusa, o 100 balı, tam balı almaq həqiqətən də çox çətin olur. Xüsusilə də keçən il 9-ların essesini 11-lərdən daha sərt şəkildə, daha ciddi şəkildə yoxlamışdılar. Bəlkə də bir 20 nəfərə yaxın şagirdim essedən çox lazımsız bir dənə səhvinə görə və yaxud da heç bir səhv tapmırdıq, 4.5 bala görə şagirdim 100 balı itirmişdi misal üçün. Ona görə xüsusi diqqət edirsiniz, bilirsiniz ki, sizə 16.75 bal verir 9-ların essesi. Mütləq şəkildə esseni praktika və praktika edirik. Çox uzatmadan videonu sonlandırıram. Hər birinizə uğurlar arzulayıram. Əgər kanalımıza abunə olmamısınızsa, mütləq şəkildə abunə olmağı və həmçinin təbii ki, deməyi unutdum. Yay qruplarıma qeydiyyat başlayıb. Onunla da maraqlana bilərsiniz. 2 aylıq aprel və may aylarında olacaq. İstəyən şagirdlər 8, 9, 10, 10-cu sinif şagirdlərimiz yeni tədris ilinin proqramına hazırlaşmaq üçün qoşula bilərlər. Sonlandırıram videonu. Sağ olun, hər birinizə uğurlar.